Daha evimizin, məhrəmimizin içinə də artıq girmisiniz də, əlinizi bulamısınız da. Müəllim şagirdə ucadan "Aya Süleyman sakit ol" desə, psixoloji şiddətdir və müəllim 200 manat cərimə olunacaq. Harada görünüb bu? Mağazadan evə ərzaq alanda yolda külək selofan torbanı uçutsa və ya selofan paket cırılsa, ərzaq yerə tökülsə cəriməsi var. Yolda gedərkən it sənə hücum çəksə, sən itə təpiklə vursan, cəriməli olunursan. İtin hüquqları qorunur, bəs insan hüquqları harada qaldı o təkliflərinizdə? Avtobus yolu cərimə, elektron yolu cərimə, başa düşdük bunları. Amma daha başqa əlavə o cərimələr tətbiq olunmaqla olmaz axı. Yox, əgər siz əhaliyə bu cərimələri tətbiq eləmək istəyirsinizsə, qoyun mən də təkliflərimi verim, siz də verin. Necə o hüquqşünaslara ehtiyac yoxdur.